Ağciyər Xəstəlikləri Mərkəzi maarifləndirici tibbi aksiyalarını davam etdirir. Növbəti aksiya Mehriban Zeynalovanın rəhbərliyi etdiyi Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən qadın və uşaq sığınacağında keçirilib. Aksiya çərçivəsində sığınacaqda yaşayan qadın və uşaqlara vərəmin erkən aşkarlanması və profilaktikası barədə geniş məlumat verilib, tibbi müayinələr aparılıb və dəri sınaq testləri tətbiq olunub. Tibbi aksiyanın məqsədi vərəmin vaxtında aşkarlanması və xəstəliyin erkən mərhələdə müalicəyə yönləndirilməsidir. Həkimlər briqadası və avadanlıqlarla uşaqların və qadınların sağlamlıq məsələsi müayinəsi demək olar ki, onların lazım olan ehtiyacları, tibbi sağlamlıq ehtiyacları müəyyənləşdirilir və bununla bağlı tədbirlər görülür. Bugünkü tədbir isə tamamilə fərqlidir. Ağciyər Xəstəlikləri Mərkəzi tərəfindən bu ilk dəfədir. Belə bir aksiya həyata keçirilir və biz həmin uşaqların sağlamlıq vəziyyətini dəqiqləşdirməyə, həm də gələcəkdə hansısa problemlər varsa, erkən aşkarlanma məsələsini diqqətində saxladığına görə Ağciyər Xəstəlikləri Mərkəzinə sonsuz bütün əməkdaşlarına çox həssas, çox diqqətli, çox səliqəli və buna görə minnətdarlığımızı bildiririk. Sağlam nəfəs al, səssiz təhlükədən uzaq ol təşəbbüsü ilə Ağciyər Xəstəlikləri Mərkəzinin tibbi heyəti Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən qadın və uşaq sığınacağında vərəmin erkən aşkarlanması üçün dəri sınaq testi aparır. Məqsədimiz sağlamlığın qorunması, vərəm kimi səssiz, lakin təhlükəli bir xəstəliyin vaxtında qarşısının alınmasıdır. Ağciyər Xəstəlikləri Mərkəzi gələcəkdə əhalinin sağlamlığının qorunması və vərəmlə mübarizə sahəsində bu kimi sosial və maarifləndirici aksiyaların davamlı şəkildə həyata keçirilməsini planlaşdırır.